Namaz qılan şəxs səhv səcdəsində nə deyir? Yəni, səhv səcdəsi etdiyi zaman nə oxumalıdır? Bəli, İlk öncə, səhv səcdəsinin vacib olmasının və ya şəriətdə buyurulmasının səbəbi nədir? Bunun üç səbəbi var. Əskiklik, namazda nəyisə əskik etmək, artıqlıq, namazda nəyisə artıq etmək və şəkk etmək, şübhəyə düşmək. Artıqlıq olduqda, səhv səcdəsi salamdan sonra edilir. Əskiklik olduqda, salamdan əvvəl edilir. Şəkk, şübhə olduqda isə, əgər iki ehtimaldan birini üstün tutmaq mümkündürsə, namaz qılan şəxs üstün olan tərəfə əsasən namazını tamamlayır və səcdəni salamdan sonra edir. Əgər heç bir tərəfi üstün tuta bilmirsə, o zaman ən az olan sayı əsas götürür. Məsələn, 3 yoxsa 4 rükət qıldığında şəkk edirsə, 3 hesab edir. Çatışmayan rükəti qılır və səcdəni salamdan əvvəl edir. Səhv səcdəsinin qaydası real vəziyyətə görə belə tənzimlənir. Məsələn, əgər bir insan rükuda Subhana Rabbiyəl Azim deməyi unudarsa və ya rükuya gedərkən, yaxud səcdəyə gedərkən təkbir gətirməyi, Allahu Əkbər deməyi unudarsa, bu vəziyyətdə salamdan əvvəl səhv səcdəsi edir. Niyə? Çünki bu, namazda bir əskiklikdir. Yaxud namaz qılan şəxs səhvən 3-cü rükətdə oturarsa, istər namazı tamamladığını və bunun 4-cü rükət olduğunu zənn etsin, istərsə də bunun 2-ci rükət olduğunu zənn etsin, fərqi yoxdur. Oturduqdan sonra yadına düşərsə və ya yadına düşən kimi dərhal ayağa qalxarsa, bu halda səhv səcdəsi necə olmalıdır? Salamdan sonra olmalıdır. Çünki bu, namaza bir artıqlıq gətirmişdi. Hətta səhvən 3 dəfə səcdə etsə belə, bu artıqlıq olduğu üçün səcdə salamdan sonra edilir. Əgər bir şəxs namazının 3 yoxsa 4 rükət olduğunda şəkk edərsə və onda 4 rükət qıldığına dair üstün bir rəy formalaşarsa, namazını 4 rükət qəbul edir. Namaz beləcə 4 rükət olur və səhv səcdəsini salamdan sonra edir. Yox. Əgər namazının 3 yoxsa 4 rükət olduğunda şəkk edərsə və heç bir tərəfi üstün tuta bilməzsə, o zaman namazını 3 rükət hesab edir. 4-cü rükəti qılır və səhv səcdəsini salamdan əvvəl edir. Vəziyyət bundan ibarətdir. Bəs səhv səcdəsində nə deyilir? Səhv səcdəsində namazın özündə edilən adi səcdələrdə deyiləndən artıq bir şey deyilmir. Yəni, namaz qılan şəxs orada sadəcə Subhana Rabbiyəl A'la yaxud Subhanəkəllahumma Rabbənə və bihamdik Allahummağfirli. Allahım, ey Rəbbimiz, sən pak və müqəddəssən, sənə həmd olsun. Allahım, məni bağışla, deyir. Vəssalam. Çünki səhv səcdəsinin zikirləri də eynilə namazın özündəki əsas səcdə zikirləri kimidir.